Bəli, artıq gərginlik İrandakı təhlükəsizlik problemləri səbəbindən artıq 4 gündür ki, İrandan həm Azərbaycan, həm də əcnəbi ölkə vətəndaşlarının, yəni əcnəbi vətəndaşların Azərbaycan sərhədi vasitəsilə təhlükəsiz keçidi davam eləyir və indi son məlumatları öyrənmək üçün biz bağlanacağıq Astaraya. Realın müxbiri Cavid İmaməliyev hazırda Astara dövlət sərhədindən buraxılış məntəqəsindədir. Bu saata olan məlumatları bizimlə bölüşəcək. Bugün nə qədər deməli oradan keçid mümkün olub. Cavid, axşamınız xeyir olsun. Buyurun, eşidirik sizi. Salam Novruz, axşamınız xeyir. Bəli, ABŞ və İsrailin İrana zərbələri ilə bağlı İrandan yerli və xarici ölkələrin vətəndaşlarının Azərbaycana təxliyəsi prosesi davam edir və 28 fevral saat 08:00-dan indiyənədək 204 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib. Bundan əlavə 700-dən çox əcnəbi vətəndaş da İrandan təxliyə olunub. Ümumilikdə İrandan Hindistan, Pakistan, Oman, Fransa, Tunis, Çin vətəndaşları da ölkəmizə təxliyə olunub və qeyd etmək istəyirəm ki, martın 1-ci gecə saatlarından etibarən Rus vətəndaşlarının təxliyəsi prosesinə də başlanılıb və indiyənədək 127 Rus vətəndaşı İrandan ölkəmizə təxliyə olunub və Rusiya mətbuat orqanlarının verdiyi məlumata əsasən 500-ə yaxın Rusiyalı vətəndaş ölkəmizə təxliyə olacaq. Həmçinin Rusiyanın Tehrandakı səfirliyi vətəndaşlarına xəbərdarlıq edərək bildiriblər ki, İranı yalnız Ermənistan və Azərbaycan keçid məntəqələrindən tərk etsinlər. Eyni zamanda dünən gecə saatlarından etibarən Serbiyalı səfir və diplomatlar da İrandan ölkəmizə təxliyə olunub. Serbiyanın Tehrandakı səfiri Damir Kovačević ölkəmizə göstərdiyi yardımlara görə öz təşəkkürünü bildirib və həmçinin bu gün səhər saatlarından etibarən Slovakiya, İsveçrə, Tacikistan, Pakistan, Rus və Omandan da diplomatik nümayəndələr ölkəmizə təxliyə olunub. Bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm ki, Türkiyə və İran arasında sərhəd keçid məntəqəsində vətəndaşların təxliyəsinə, keçidinə qadağalar qoyulub. Türkiyə Ticarət Nazirinin verdiyi məlumata əsasən keçid məntəqəsindən yük maşınlarının verilsə də vətəndaşların keçidi qadağan olunan vətəndaşlar üçün əsas keçid məntəqəsi rolunu oynayır və bu Azərbaycanın humanist mövqeyini dünyaya bir daha sübut edir. Bəli, Novruz, biz hazırda Astara dövlət sərhəddindən buraxılış məntəqəsindəyik və indiyənədək İrandan 204 Azərbaycan və 700-dən çox əcnəbi vətəndaş ölkəmizə təxliyə olunub. Təxliyə olunan vətəndaşlar üçün burada hər bir şərait yaradılıb, isti çay süfrələri yaradılıb, təcili tibbi yardım briqadaları ərazidədir və təxliyə olunan vətəndaşlar buradan xüsusi avtobuslarla öncə paytaxta, oradan isə aidiyyəti yol üzrə ölkələrinə yollanılırlar. Mənim çatdıracaqlarım bu sadə bu qədərdir. Novruz, yenidən söz sizdədir. Təşəkkür edirəm Cavid. Ətraflı məlumat verdiyiniz üçün, bəli, Astaradan bizimlə canlı bağlantıda Cavid İmaməliyev idi və bugün Astara dövlət sərhədindən buraxılış məntəqəsindən keçən vətəndaşların sayı barədə bizə ətraflı məlumat verdi.